şəhid ailələri diqqətdə saxlanılır, onların qayğı və problemləri üçün operativ işlər görülür. Elə Şamaxı şəhərində də bu işlər davamlı olaraq həyata keçirilir. Hazırda biz Şamaxı rayonunun Göylər kəndindəyik. Burada aprel şəhidimiz, qəhrəmanımız Elşən Səmədovun həyətindəyik. Bu həyətdə də quruculuq aballı işlər həyata keçirilir. 19 nömrəli xüsusi təyinatlı yol istismarı MMC-nin canlı qüvvəsi və texnikası tərəfindən məhz şəhidimizin evinin həyətyanı sahəsi asfaltlanır. Bu işlər bugün yekunlaşdırılır. Diqqəti əksik olmayan cənab prezidentə, Mehriban xanıma, Salih müəllimə, onun ətrafında olan rəhbər işçilərin hər birinə öz minnətdarlığımı, öz təşəkkürümü bildirirəm. Hər zaman şəhid ailələrinin yanında olublar, öz qayğılarını, öz köməklərini göstəriblər. Allah hər birindən razı olsun, sizinlə baxar. Var olasınız. Dayı ümumiyyətlə müraciət elədiniz vaxtından mı müdaxilə? Bəli. Şamaxı rayonunun 19 saylı yol idarəsinin rəhbəri Nazim müəllimə yəni öz təşəkkürümü bildirirəm bir daha. Allah ondan razı olsun. Köməklilərini göstərdilər ki, yəni vaxt uzanmadı. Çünki il dönümdə yaxınlaşdığına görə müəllim çox narahat idi. Bizdən də narahat idi çox. Çox sağ olsun ki, yəni vaxtında köməkliyin göstərdi bizə. 19 nömrəli xüsusi təyinatlı yol istismar idarəsi olaraq bizə daxil olan müraciətlərə diqqət yetirmişik. Asfaltlanma ilə bağlı. Hal-hazırda da Şamaxı rayonunun Göylər kəndində aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş şəhid Səmədov Elşən Səlimoğlunun həyətyanı sahəsində asfaltlanma işi görülür.